Emosional öyrənmə dedikdə nə başa düşürük? Deyir, biliyin, cəmiyyətin dinamik şəkildə dəyişdiyi bir zamanda şagirdlər yalnız ənənəvi şəkildə akademik biliklərin verilməsi onlar üçün nə qədər faydalı olmur o qədər də faydalı olmur. Müasir dövrdə şagirdlər müxtəlif istiqamətlərdə həyati bacarıqlar, emosional cəhətdən 21-ci əsr komponentləri üçün deməli müxtəlif kompetensiyalar üzrə inkişaf etdirməyə ehtiyac vardır. Bu istiqamətdə də səmərəli təsir göstərən yanaşmalardan biri sosial-emosional öyrənmə yanaşmasıdır. Sosial-emosional öyrənmə dedikdə nə başa düşürük? Öyrənmənin təhsilin və fərdin inkişafının ayrılmaz bir hissəsidir. Sosial-emosional öyrənmə elə bir prosesdir ki, onun vasitəsilə həm gənclər, həm də yaşlılar kollektiv və şəxsi məqsədlərə çatmaq üçün emosiyalarını idarə etmək, strategiyalar qurmaq, empatiya qurmaq, qarşı tərəfi dəstəkləmək, düzgün etik qərar qəbul etmək və bu qərarın məsuliyyətini daşımaq kimi bacarıqları və dəyərləri formalaşdırır və inkişaf etdirir. Deməli, təhsildə sosial-emosional öyrənmənin mahiyyəti. Deyir, artıq qeyd etdiyimiz kimi, sosial öyrənmə şagirdlərin həyati bacarıqların formalaşdırılmasına geniş şərait yaradır və 5 kompetensiya ilə əsaslanır. Özünü dərk, özünü idarə etmə, sosial məlumatlıq, empatiya, ünsiyyət bacarığı, qərar qəbul etmə, məsuliyyətinin daşıması. Bax, emosional intellekt ki var müəllimlər, artıq bunun bir növ adı belə deyək də, sosial-emosional kimi verilərək deyir ki, yəni şagirdlər intellektlərin dəyişilməsini məktəbdə, yəni bu intellekt növləridir ki, emosiyalarını, özlərini idarə etmə, dərk etmə, cəmiyyət içərisində, öz yoldaşları ilə ünsiyyət qurarkən bu komponentlərdən onun əsasında istifadə etməlidir. Bax, özünü dərk nə idi müəllimlər? Şagirdlər öz emosiyalarını anlaması, onu inkişaf etdirməsi, zəif və güclü tərəflərini bilib dərk etmələri özünü dərk etmədir. Özünü idarə etmək, yəni şagirdlər davranışını, emosiyalarını idarə edə bilmək üçün strategiyanı müəyyənləşdirməyə kömək etmək lazımdır. Onları məqsəd qoymağı, məqsədə çatmaq üçün problemləri necə həll etməyə öyrətmək lazımdır. Deyir, qarşıya qoyulan məqsəd həm akademik nəticələrə, həm də həyatla bağlı ola bilər. Və bununla şagirdlər özlərini idarə edə bilər. Sosial məlumatlıq, empatiya, yəni şagirdlərdə empatiya hissini qurmaq, onlarda formalaşdırmaq lazımdır. Yəni bunlar deyir ki, yəni şagirdin öz-özünü yox, müəllimin köməyi ilə, hətta valideynin köməyi ilə də bu komponentlərdə şagirdlərdə formalaşdırmalıyıq. Deyir, bunun üçün müxtəlif metodlardan istifadə etmək olar. Sosial mövzularda debatların keçirilməsi, xeyriçəlik aksiyalarının təşkili, müxtəlif sosial layihələrin reallaşdırılması, deyir, prosesi elə təşkil etmək lazımdır ki, şagirdlər digər insanların problemlərini, yəni qarşılarındakini hiss etsinlər və bu problemin həlli üçün onlar üçün səmərəli yol tapmaqda maraqlı olsunlar. Bax, sosial məlumatlıqda bu deməkdir. Ünsiyyət bacarığı. Şagirdlərdə ünsiyyət, əməkdaşlıq bacarığını inkişaf etdirməyə müəllimlər şərait yaratmalıdır. Qrup işləri zamanı, layihələrin icrasıdır, müzakirədir, debatların təşkilatıdır. Bax, deyir, effektiv ünsiyyət və əməkdaşlıq nə qədər vacib olduğu şagirdlərə izah edilməli və onların konfliktlərin həlli üçün alətlər verilməlidir. Qərar qəbul etməyə məsuliyyətində şagirdlərdə formalaşdırmaq lazımdır. Deyir, şagirdlərdə düşünülmüş məsuliyyət və etik qərarlar qəbul etmək bacarığını formalaşdırırıq ki, bunun üçün də tənqidi təfəkkürü ilk növbədə inkişaf etdirmək lazımdır. Müəllimlər, bunlar bizim komponentlərimiz idi. Sosial-emosionala görə ki, bu komponentləri kimlər formalaşdırmalıdır? Müəllimlər şagirdlərdə
bunları şəxsiyyət kimi formalaşdırırıqsa, sosial-emosional öyrənməni də onlarda formalaşdırmalıyıq. Bəs deyir, sosial-emosional prosesini necə dərsimizə inteqrasiya edə bilərik? Yəni, dərsimizlə necə əlaqələndirə bilərik? Dərs prosesini sosial-emosional inteqrasiya etmək üçün illik planlamaya daxil etmək lazımdır. Burada verilib ədəbiyyat, tarix dərslərində, təbiət fənlərinə tədrisində sosial-emosional öyrənmə komponentlərini daxil etmək, şagirdlərə lazımi kompetensiyaların formalaşdırılmasına da şərait yaratmaq lazımdır. Bax, sosial-emosionalda dərsə, əlaqəlikdə neyinirik? Şagirdlərə aydın təlimatlar verin. Yəni, həyatda deyir, götürülmüş situasiyalar üzərində qurulmuş simulyasiyalarda şagirdlərin aydın təlimatlar verin və təlimatlara uyğun hərəkət etmələrinə təşviq edin. Simulyasiya nə idi, müəllimlər? Hər hansısa bir rolu oynamaq. Bax, müəllim deyirdi, məsəl üçün, müəllimin rolunu oynayırdılar, simulyasiya edirdilər. Bax, bu hərəkətləri təkrarlamaları, bunları simulyasiya etmələri ilə onlara aydın təlimatlar vermiş oluruq. Sonra sinifdə deyir, pozitivlik mədəniyyəti yaradın. Şagirdlərin öz fikirlərini sərbəst ifadə etmələri üçün sinifdə təhlükəsiz və inklüziv mühit yaradın. Sinifdə qaydalar, prosedurlar tətbiq edin, fəal dinləmə bacarığını, qarşılıqlı hörmətin dəyərini formalaşdırın. Sonra rol modeli, şəxsi nümunə olun. Bax, bu rol modeli deyəndə şəxsi nümunə nədir? Deyir, müəllim sinifdə özünü dərk etmə, konfliktləri, stresi idarə etmək bacarıqları şagirdləri həmkarları ilə pozitiv ünsiyyətini nümayiş etdirməlidir. Yəni ki, müəllim özü elə bir şəxsi nümunə olmalıdır ki, o öz rolu ilə bunu şagirdlərə, belə deyək də, şagirdlərdə formalaşdırsın. Bax, deyir, 100 eşitməkdənsə bir görmək faydalıdır. Müəllim özünü necə aparırsa, kollektivdə özlərin həmkar yoldaşları ilə necə ünsiyyət qurursa, bu müəllimin roludur. Şagird də şəxsi nümunə kimi ona baxıb, müəllimə baxıb bundan faydalana bilər. Özünü, bax, burada deyir, özünü təsdiq edir, rol modeli. Müəllim necədirsə, şagird də o formada rol oynayacaqdır. Valideynləri də deyir, prosesə cəlb edin. Valideynlər və qəyyum nümayəndələrdir ki, sosial-emosional bacarıqların təminatları ilə təmin edin. Bu bacarıqların formalaşdırılması inkişafı üçün onların evdə nəyə necə diqqət yetirməli olduğu ilə bağlı valideynlərə təlimatlandırın və lazımi resurslarla təmin edin. Şagirdlərin məktəbdən kənar fəaliyyətlərə cəlb edin. Yəni, şagirdləri tək öz sinifləri ilə deyil, başqa siniflərlə, başqa məktəblərlə aparın, əməkdaşlıq etsin, onlarla ünsiyyətdə olsun. Bax, deyir, bütün bunlar şagirdlərin gələcək həyatları, karyeraları üçün nə qədər vacib olduğunu nümayiş etdirir. Digər məsələ isə sosial-emosionalın öyrənmənin şagirdlərə nailiyyətlərinə olan təsirindən söhbət gedir. Yəni, burada deyir, onların bunlar formalaşdırdıqdan sonra sosial-emosional komponentləri, öyrənmə komponentlərini şagirdlərdə formalaşdırsaq əgər, onlara necə təsir edər? Akademik nailiyyətləri yüksələr, deyir, davranışının idarə edilməsinə köməklik edər, bir də şagirdləri həyata hazırlamış olar. Akademik nailiyyətlərin yüksəlilməsi, yəni deyir, tədqiqat göstərir ki, sosial-emosional öyrənmə inteqrasiya edilən siniflərdə, yəni əlaqələndirilən siniflərdə şagirdlərin akademik nailiyyətləri daha yüksək olur, diqqətin motivasiyasının yüksək olması sinifdəki pozitiv mühitin öyrənmə səviyyəsini artırır. Sosial-emosional öyrənmə şagirdlərin davranışını idarə olunmasına necə kömək edir? Konfliktləri həll etməkdə, etik qərar vermək kimi bacarıqları formalaşdırır ki, bu da onların davranışlarını düzgün idarə etmələrinə yardım etmiş olur. Şagirdləri deyir, həyata hazırlayır. Sosial-emosional öyrənmə müxtəlif həyatı bacarıqları formalaşdırdıqda
onlarda karyera barədə düşünməkdir, qarşılarına məqsəd qoymaqdır, məqsədə çatmaq üçün strategiyaların qurulmasıdır, effektiv ünsiyyət qurmaqdır, əməkdaşlıq etməkdir. Bu da onların gələcək həyatda, cəmiyyətdə yer tutmalarına köməklik edəcəkdir. Bax, sosial-emosional öyrənmə müəllimlər bundan ibarətdir ki, yəni bunu şagirdlərdə hər birində formalaşdırmalıyıq ki, şagird gələcəkdə həyata hazır bir şəkildə, belə deyək də, cəmiyyətə adaptasiya ola bilsin.